Şəmkir rayonunda 30 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. Hadisə ötən ilin oktyabrın 26-sında rayonun kəndlərindən birində baş verib. 1995-ci il təvəllüdlü Əfqan Əlvanın anası ilə mobil telefonda kobud danışmasına görə aralarında yaranmış mübahisə zamanı yumruqla onun sifətinə, dəmir ilə isə başına vurub. Səni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, oktyabrın 26-sında saat 22 radələrində yaşadığı evin yaxınlığında həmkəndlisi Əlvan ilə aralarında borc məsələsinə görə mübahisə yaranır. Mübahisə zamanı yumruq və əlimdə olan dəmir parçası ilə zərər çəkmiş şəxsin sifət baş nahiyəsinə zərbələr vuraraq ona xəsarət yetirdim deyə o ifadəsində göstərib. İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin anası Səidənin sözlərinə görə oğlu evlənməyə hazırlaşdığı üçün yaşadıkları evi təmir etdirmək üçün əri baba təmir işləri üçün həmkəndlisi Əlvana zəng edib. 2024-cü ilin sentyabr ayının əvvəllərində Əlvan yaşadığımız evdə işləməyə başladı. O işləyən zaman ərim ona hissə isə 600 manat verdi. Oktyabrın 26-sında saat 22 radələrində yaşadığım evdə olarkən Əlvan mənə zəng etdi və yaşadığım evdə olan atı 600 manat qarşılığında aparmaq istədiyini bildirdi. Mən isə Əlvana həmin atın 700 manata satacağımı, 600 manatı verməyəcəyimi bildirdim. Bu zaman oğlum yanımdaydı. O, mobil telefonu əlimdən aldı, Əlvan ilə mübahisə etməyə başladı. Bundan bir müddət sonra yaşadığım evdə olarkən çöldən səs-küy gəldiyini eşitdim. Çölə çıxan zaman yaşadığım evin yaxınlığında oğlum Əlvanı döydüyünü, ərim və qonşumuz olan onları ayırdıqlarını gördüm deyə o ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Şəmkir rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərər çəkmiş də ona bağışlayıb. Bu halları nəzərə alan hakim təqsirlənmiş şəxsin barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Quba rayonunda 1987-ci il təvəllüdlü Elxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vaqifə xəsarət yetirib. Hadisə bu ilin mayın 5-də saat 23 radələrində rayonun Qışlaq kəndində baş verib. Elxan aralarında yaranmış mübahisə zamanı tanışı Vaqifə bədən xəsarətləri yetirib. Hadisəni törədən Elxanın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, mayın 5-də saat 16 radələrində dostu Turalın oğlu övladının ad günü məclisində spirtli içki qəbul edib, sonra kənddə yerləşən çay evində bilyard oynamağa gedib. Orada həmkəndlilərim ilə bilyard oynayan zaman həmkəndlim və tanışım Vaqif adlı şəxs sərxoş vəziyyətdə çay evinə girdi. Mənim qarşıma keçərək burada kişi var deyə söylədi. Ona cavab olaraq öz növbəmdə səni kişi lazımdır deyə bildirdim. Bu zaman aramızda söz mübahisəsi baş verdi. Mübahisəni davam etdirməkdən ötürü heç kimin olmadığı yerə çölə çıxdıq. Orada aramızda davadalaş oldu. Bu zaman hər ikimiz bir-birimizə əl və ayaq zərbələri ilə vurduq. Mübahisə bitdikdən sonra Vaqif yaşadığı evə getdi deyə o ifadəsində göstərib. Təqsirlənmiş şəxs qeyd edib ki, bir müddət sonra evinin qarşısında səs-küy gəldiyini eşidərək çölə çıxıb. Bu zaman Vaqifin olduğunu gördüm. Təkrar onunla aramızda söz mübahisəsi baş verdi. Mübahisələrimiz təxminən 5-10 dəqiqə davam etdi deyə təqsirləndirilən şəxs ifadəsinə
belə yekun vurub. İş üzrə zərər çəkmiş Vaqifin sözlərinə görə mayın 5-də Xaçmaz şəhərinə kredit ödəməkdən ötürü gedib. Daha sonra axşam yaşadığım kəndə qayıtmaq üçün Xaçmaz şəhərindən taksi ilə gələrək kənddə yerləşən çay evinin qarşısına çatdım. Maşından düşərək çay içmək üçün çay evinə girdim. Bu zaman orada həmkəndlim Elxanı gördüm. Onun qabağına keçərək burada kişi var deyə bildirdim. Bu sözü bildirməyimin səbəbi Elxanın mənə borclu olmasını, lakin verməməsi idi. Həmin vaxt Elxan cavab olaraq kişi mən deyə cavab verdi. Bu zaman aramızda söz mübahisəsi baş verdi. Daha sonra mübahisəmiz çay evindən kənarda davadalaşla nəticələndi deyə o ifadəsində göstərir. Bu cinayət işinə Quba rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıq əldə edib, bu səbəbdən zərər çəkmiş də onu bağışlayıb. Bu halları nəzərə alan hakim təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib. Bundan əlavə, Quba rayonunda 3 uşaq atası 54 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. Hadisə bu ilin martın 11-də rayonun Zərdabi qəsəbəsinin ərazisində baş verib. 1971-ci il təvəllüdlü Əhməd aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zəfərin bədəninin müxtəlif nahiyələrinə yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, martın 11-də səhər saat 8 radələrində Quba rayonundan Xaçmaz rayonu istiqamətində öz maşını ilə hərəkət edən zaman Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində Chevrolet markalı avtomobil onun idarə etdiyi avtomobili keçib və qarşıdan saxlayıb. Mən də idarə etdiyim avtomobili onun yanında saxladım və nə olduğunu soruşdum. Bu zaman tanımadığım şəxs onunla prinsip aparmağımın səbəbini soruşdu. Mən isə cavab olaraq onun birinci dəfədir gördüyümü dedim. Aramızda söz mübahisəsi baş verdi. Həmin şəxs məni nalayiq söyüşlərlə təhqir etdi. Mən də həmin şəxsi söydüm və maşından düşdüm. Sonra adını Zəfər kimi bildiyim şəxs mənim qarın nahiyəmdən vurdum. Mən də yerə yıxıldım. Sonra ayağa duraraq yumruqla onun baş nahiyəsindən vurdum deyə o ifadəsində belə göstərib. Bu cinayət işinə Quba rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirlənən şəxsin üzərinə Quba, Qusar və Xaçmaz rayonlarının inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.